Salam əziz insanlar. Şirin Gerçəklərin növbəti buraxılışındayıq və bugünkü müsahibimiz Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru, şərqşünas Nəsrullah Naiboğlu Məmmədovdur. Xoş gördük Nəsrullah müəllim. Xoş gününüz. Alimlər sizi çox yaxşı tanıyır. İnsanların da sizi tanıması üçün özünüz haqqında məlumat verərdiniz. Sağ olun dəvətinizə görə. Mən 1965-ci ildə Lənkəran rayonunda anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra bir müddət deməli hərbi xidməti keçdikdən sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin ərəb şöbəsinə daxil olmuşam. Oranı əla qiymətlərlə bitirmişəm və daha sonra həmin fakültədə ərəb filologiyası kafedrasında baş laborant kimi işə başlamışam və həmin müddətdən də orada çalışmaqdayam. Müəllim, sonra baş müəllim, dosent və indi hal-hazırda həmin kafedranın professoruyum. Bu müddət ərzində ərəb dilinin bu gözəlliyi məni vali etdi. Oradan da orada Quranın bu dildə nazil olması məni daha çox həvəsləndirirdi ki, tədqiqat işlərimdə Qurana daha çox yer verim. Quranla maraqlanmağa başladım buna görə də və elə ilk elmi işimi, daha doğrusu namizədlik işimi Quranın yazı xüsusiyyətləri ilə bağlı yazmaq mənə nəsib oldu və bir xeyli araşdırma apardım. Bir müddət Misir Ərəb Respublikasında oldum bu ilə bağlı kitabxanalarda, məscidlərin kitabxanasında və böyük kitabxanalarda, sonra İskəndəriyyə kitabxanasında və s. yerlərdə bir xeyli məlumat topladım və beləliklə də həmin mövzunu yazdım, müdafiə etdim və ondan sonra monoqrafiya çap etdirdim. Qurani-Kərimin orfoqrafik xüsusiyyətlərindən bağlı. Daha sonra da yenə də məni Quran cəlb edirdi. Təbii ki, bu ərəb dilinin klassik dilində nazil olmuş bir kitabdır. Onun dili çox zəngindir. Eyni zamanda məna içində məna ehtiva etməklə çox geniş bir əhatə dairəsinin olmasını tələb edir. Ona tədqiqat aparmaq üçün mən öz üzərimdə çalışırdım daima və beləliklə Qurani-Kərimin üslubunun doktorluq mövzusu kimi işləməsinin qarşısında məqsəd qoydum və beləliklə də müəyyən müddət onun üzərində çalışdım və nəhayət Qurani-Kərimin üslubu mövzusunda doktorluq müdafiəsi etdim və hal-hazırda da bütün tədqiqat işlərim demək olar ki, bilavasitə Quranın dil və üslub xüsusiyyətləri ilə bağlıdır ki, məqalələr çap etdirirəm. Kitablarım həm Moskva şəhərində, Rusiyanın Moskva şəhərində çap olundu Quranın üslubu ilə bağlı və burada da fakültədə də tələbələrin dərslik kimi istifadə etmələri üçün ərəb dilinin üslubiyyatı və nitq mədəniyyəti kitabını yazmağa nail oldum. İlk olaraq istərdik ki, Qurani-Kərimin yazı xüsusiyyətləri haqqında məlumat verərdiniz. Qurani-Kərimin yazı xüsusiyyətləri dediyimiz kimi çox maraqlı bir mövzudur. Çünki yazının özünün ərəb cəmiyyətində Qurana qədər ki, vəziyyəti maraqlıdır. Yəni, tarixi mənbələrin qeyd etdiyinə görə Quran nazil olana qədər, yəni Quranın nazil olmağa başladığı dövrdə Məkkə şəhərində cəmi 7 nəfər, bəzi alimlər isə yazırlar ki, 3 nəfər yazı yaza bilir. Yəni, yazı mədəniyyəti orada o qədər də geniş yayılmamışdı. Bu, orta əsrlər üçün bu ümumi bir hal idi, başqa xalqlarda da belə idi. Amma ərəblərdə Məkkə şəhərində bu xeyli az idi. Buna görə də yazının öz qrafik xüsusiyyətləri maraqlı idi o dövr üçün. Və bilirsiniz ki, Peyğəmbər Əleyhisselama Quran nazil olduqca onun bütün ayələri katiblər tərəfindən yazılırdı. Yəni, bu ayələr sonradan təhrif olunmasın, itibata düşməsin deyə daim oxunulurdu, əzbərlənirdi. Eyni zamanda da müxtəlif katiblər bunu qeydə alırdılar. Peyğəmbər Əleyhisselam 23 il ərzində bu Quran ayələrini qəbul edib insanlara çatdırmaqla öz missiyasını yerinə yetirdi və o Quranın sonuncu ayəsinin nüzulundan sonra cəmi 8 gecə yaşadı. O dünyadan getdikdən sonra Quranın bir kitab halına salınması məsələsi gündəmə gəldi. Peyğəmbər Əleyhisselam öz vəsiyyətlərindən birində də Həzrəti Əliyə buyurdu ki,
Qur'anı bir kitab halına salın ki, o Hristiyan və Yahudilərin kitabları kimi təhrif olunmasın. Əldə olmalıdır da yazı bir şey ki, onun haqqında sonra tərifə varmasınlar. Və beləliklə də Həzrət Əli Peyğəmbər Əleyhisselamın dəfnindən sonra bilavasitə bu mövzu ilə məşğul olmuş, bir neçə ay müddətində dəri üzərində ayrı-ayrı elə xurma qabıqlarına yazılı şəkildə, ayrı-ayrı daşlar üzərində yazılmış o Quran ayələrini özü toplamışdı artıq. Demək olar ki, onun ilkin variantını hazırlamışdı və onu fərdi şəkildə Quranı bir yerə topladı. Bu Həzrət Əlinin fərdi yerinə yetirdiyi Quran toplanması məsələsi idi. Başqa sahabələrdən də bir neçəsi bu işlə məşğul oldular. Çünki onlar da daim Peyğəmbər Əleyhisselamın yanında olmağa həm katiblik etmişdilər, həm hafiz idilər və onlar da Quranı toplamışlar. Lakin bu iş fərdi xarakter daşıdığı üçün sonraki dövrdə Xəlifə Əbu Bəkrin zamanında bu İslam aləmində irtidad hərəkatı edilən müharibələr başladı. Yəni əvvəllər İslama daxil olmuş bəzi xalqlar İslamdan, bəzi ərəb qəbilələri daha doğrusu İslamdan çıxmağa başladılar və onlarla müharibə zamanı xeyli sahabə şəhid oldu. Və onların da əksəriyyəti demək olar ki, Quran hafizləri idi. Və Quranın yazı forması əldə olmadan hafizlərin də dünyadan getməsi Quran mətninin bu və ya digər dərəcədə tərif oluna biləcəyinə apara bilərdi. Bunları nəzərə alaraq ilk xəlifənin zamanında Quranın bir komissiya tərəfindən bir yerə toplanması məsələsi ortaya çıxdı və Quran mətni bir il müddətində komissiya tərəfindən sahabənin əzbər bildiklərindən və əldə olan yazı materiallarından toplandı və ciddi şəkildə təhlil olunaraq Qurana daxil oldu. Və beləliklə də Quran bir kitab halını aldı ilkin variantda. İndi məsələ ondadır ki, həmin dövrdə yazının öz xüsusiyyətini qeyd elədik ki, çox ürək açan deyildi və ərəb yazısında nöqtələr və hərəkələr mövcud deyil. Buna görə də Quranın qiraəti zamanı müxtəlif fərqli məqamlar ortaya çıxır. Bəziləri məsələn Abdullah ibn Məsudun, bəziləri Ubey ibn Kəbin, bəziləri daha başqa sahabənin qiraət formalarına üstünlük verirdilər. Bu qiraət fərqləri də meydana çıxanda bəzən bu məna fərqini aparıb çıxardırdı. Xüsusilə də İslamın Azərbaycan və Ermənistan arasında yayıldığı bir dövrdə bu fərqlər xeyli genişləndi və o ilkin variantın daha mükəmməl şəkildə salınması məsələsi ortaya gəldi. Xəlifə Osmanın zamanında Quranın sonuncu variantı hazırlandı, yenə də bir komissiya tərəfindən. Ona görə də ona deyirlər Osman müshəfi. Yəni Xəlifə Osmanın dövründə yerinə yetirilmiş, toplanmış bir yerə son variantı hazırlanmış bir Qurandır. Yenə də orada bu Quranın yazı xüsusiyyətlərində nöqtələrin və hərəkələrin olmaması problemlər ortaya çıxardırdı. Yəni müsəlmanlar, xüsusilə də qeyri-ərəblər Quran oxuyarkən müəyyən səhvlərə, xətalara yol verirlər. Çünki ərəb dilinin xüsusiyyətlərindən biri olan e'rab əlamətləri özünü orada göstərə bilmirdi. Sözlərin sonundakı o əlamətlər olmadığına görə bəzən mübtəda xəbərlə, xəbər tamamlıqla və s. qarışdırılır. Bütün bunların qarşısını almaq üçün ilkin dövrdə ərəb qrammatika məktəblərinin yaranması məsələsi ortaya çıxdı. Bu da daha sonraki dövrdə Həzrət Əlinin xilafəti dövründə başladı. Həzrət Əli ərəb dilinin, hazırki ərəb dilinin qrammatikasının əsas xüsusiyyətlərini, əsas kateqoriyalarını böldükdən sonra onu Bəsrəli alim Əbu'l-Əsvəd Dualiyə tapşırdı ki, bu üsulla gedin və ərəb dilinin qrammatikasını yazın. O da ilkin növbədə, ilkin olaraq e'rab əlamətləri olan əlamətləri göstərdi. Yəni Quranı oxuyarkən sözlərin sonlarının hansı əlamətlərlə bitdiyini o aydınlaşdırdı və bunun üçün də ilkin olaraq dairəvi şəkildə nöqtələrdən istifadə elədi. Və deyirdi ki, öz köməkçilərinə, əgər mən fəthə desəm, yəni ə desəm, hərfin üstündə bir dairə qoyun. Əgər
kəsrə desəm, yəni i desəm altında qoyun. Əgər damma desəm, u desəm ondan sonra qoyun. Və əgər ğunnə desəm, yəni nunla bir yerdə desəm, onda siz 2 nöqtə qoyun. Və beləliklə də i'rab əlamətləri ilkin olaraq müəyyənləşdi və ərəb dili yazısı Quran əsasında, Qurana görə xeyli irəli getdi. Xeyli irəli getdi və artıq qiraat zamanı səhvlərin sayı azaldı. Və ikinci mərhələ isə Quranda və ümumiyyətlə ərəb yazısında bugünkü hərəkələrin düzəldilməsi. Hələ Əbu Əsvəd Dualinin dövründə hərəkələrin də kəşf olunmasına müəyyən qədər güc sərf olunmuşdu, zəhmət sərf olunmuşdu, amma sonradan Xəlil ibn Əhməd Əl-Fərahidi, məşhur Bəsrə alimlərindən biri, hazırki nöqtələrin kəşf olunmasına öz xidmətini göstərdi və bugün mövcud olan ərəb yazısında, ərəb qrafikasındakı həmin nöqtələri, ona ecam, nöqatul ecam deyirlər, ecam nöqtələri, yəni hərfləri bir-birindən fərqləndirən nöqtələr. Məsələn, bə, tə, sə hərflərini bir-birindən fərqləndirmək üçün və s. Və beləliklə də hazırda əlimizdə olan bu yazı forması ilkin olaraq o dövrdən başlayaraq inkişaf etmiş və günümüzdə də dəyişmədən gəlib çatmışdır. Beləliklə bütün bunlar Quran qiraəti zamanı, Quranın oxunuşu zamanı ola biləcək səhvlərin qarşısının alınmasına yardım göstərdi. Lakin o dövrün həm sahabələri, sonraki dövrlərdə tabinlər Quran məsələsində çox təəssübkeşlik göstərirdilər və əlavə şeylərin, Qurandan olmayan şeylərin Qurana daxil olunmasına icazə vermirdilər. Və ilkin növbədə məktəblərdə uşaqlara Quran tədris etmək üçün bu hərəkələrin ora əlavə edilməsinə icazə verilsə də, kütləvi şəkildə bu işə icazə verilmirdi. Zaman-zaman, sonra hətta Quranın nüzulundan 100 il keçdikdən sonra, bəlkə də biraz sonraki dövrlərdə də Quranın hazırki hərəkələnməsi və nöqtələnməsi ilə əlyazmalar şəklində yayılması gündəm oldu. Yəni əlimizdə olan bugünkü Quranın yazısı ilkin dövrdə mövcud olan ərəb yazısından bu baxımdan xeyli fərqlidir. Siz qeyd elədiniz ki, Qurani-Kərim həm xəlifələrin dövründə xəlifələr toplayıb, həm də Həzrət Əli əleyhissalamın da xüsusi bir müshəfi var. Bu müshəflərin fərqləri əsasən nədən ibarətdir? Doğru, maraqlı sualdır bu. Artıq biz qeyd etdik ki, sahabədən bir neçəsi fərdi qaydada Quranı bir yerə toplamağa, kitab halına salmağa səy göstərmişlər. Amma bu səylər belə deyək, şəxsi rəy əsasında deyildi bəlkə də. Çünki Peyğəmbər əleyhissalam dünyadan getdiyi zaman Həzrət Əli onun yanında idi və o Həzrət Əliyə Quran sarı bezə bükülmüş vəziyyətdə mənim çarpayımın baş tərəfindədir. Onu götürün və bir kitab halına salın ki, bizim kitabımız da digər kitablar kimi tərif olunmasın. İndi bəzən sual ola bilər ki, əgər o kitab kimi mövcudsa daha təzədən necə kitab halına salınsın? Əslində o kitab halında deyil də ayrı-ayrı yerlərə yazılmış Quran ayələri şəklində bir yerə toplanmış halda mövcud idi və Həzrət Əli də Peyğəmbər əleyhissalamın vəsiyyətinə uyğun olaraq bir müddət, hətta 6 ay ərzində bəzi təfsirçilərin və alimlərin yazdıqlarına görə ev şəraitində, yəni evdən çıxmadan özünə söz verir ki, mən Quranı bir yerə toplamadan heç yerə getmərəm. Və beləliklə də o Quranın ilkin variantını özü fərdi qaydada şəxsi olaraq Peyğəmbər əleyhissalamın əmrinə uyğun, sahabədən bildiklərinə görə, hətta özü də Həzrət Əli Natiqul Quran deyir. Yəni Həzrət Əli canlı Quran idi. Yəni Quranın özü deyir ki, Quranın elə bir ayəsi yoxdur ki, onun gecə, gündüz, səhrada harda nazil olması, nəyə aid olması barəsində mən bilmirəm. Və belə bir şəxsiyyətin təbii ki, Quranı toplaması və onu bir yerə cəm edərək kitab halına salınması daha yaxşıdır, nəinki digərlərinin etdikləri kimi. Çünki Həzrət Əli bilavasitə Peyğəmbər əleyhissalamın yanında olan şəxsiyyəti iddia edir. Və o həmin kitabı toplayır, Qurani-Kərimi bir yerə toplayır və bugünkü Quranla həmin Quranın fərqi nədən ibarətdir sualına
belə cavab vermək olar ki, mətn baxımından heç bir fərq yoxdur. Yəni Qur'anın həm ayə, həm surələri eyni dərəcədir. Nə artırma, nə eksiltmə yoxdur. Çünki Allah Teala Qur'an-Kərimdə özü də buna bir zəmanət verir. Deyir ki, Əstəizu billah, Bismillahirrahmanirrahim. İnnə nəhnu nəzzəlnə zikra və innə ləhu ləhafizun. Həqiqətən biz Qur'anı göndərmişik, həqiqətən biz də onu qoruyub saxlayacağıq. Bu böyük bir qarantdır. Bundan böyük qarant ola bilməz, zəmanət ola bilməz. Və Həzrəti Əlinin də bu ərsəyə gətirdiyi Qur'an, daha doğrusu topladığı Qur'an sadəcə tərtibat baxımından fərqlidir. Bugünkü əlimizdə olan Qur'anın surə tərtibatı şəxsi rəyə əsasandır. Yəni Fatihə gəlir, sonra Bəqərə, böyük surələrdən sonra kiçik surələr gəlir. Həzrəti Əlidə isə 7 böyük surə əvvəldə gəlir və onların hər birindən sonra xırda surələr, kiçik surələr gəlməyə başlayır ki, və bu da sadəcə tərtibat baxımından fərqin olduğunu bildirir. Amma məna baxımından, həcm baxımından, kəmiyyət baxımından heç bir fərq yoxdur. Eyni Qur'andır, eyni mətndir və həmin Həzrəti Əlinin əli ilə yazılmış Qur'an nüsxələrinin bir neçə nüsxəsi var, o desən 2 nüsxədir, mən bilən. Onlardan birinin Misirdə Hüseyniyyə məscidində olması deyilir, mən də orada olmuşam. Digərinin isə İraqda mövcud olduğu bildirilir. Bu nə qədər doğrudur, onu tarixçilər daha yaxşı bilirlər. Amma həmin nüsxədən müəyyən yazı nümunələrini mən oradan icazə alıb, onun şəklini çəkib bu kitaba daxil etmişəm ki, Həzrəti Əlinin öz əli ilə yazdığı və hərəkətsiz olan, nöqtəsiz olan Qur'an nüsxələri. Bəs Quranın ecazı ilə bağlı nə deyə bilərsiniz? Bu haqda hansı əsərlər yazılıb? Azərbaycanlı alimlərə məxsus əsərlər varmı bunların içərisində? Quranın ecazı ilk nəzər salınan məsələlərdən biridir Quran elmləri sahəsində. Məhz o mövzu alimləri, filoloqları cəlb etmişdi ki, ecaz xüsusiyyətləri nədir Quran? Ecaz dedikdə digərlərinin aciz qalması deməkdir. Əcaza fe'lindəndir, onun məsələridir ki, insanları bu işdə aciz qoymaq. Yəni, heç bir üsulla, heç bir şəkildə siz buna nail ola bilməzsiniz. Yəni, Qur'anı yaza bilməzsiniz. Qur'an kimi bir kitab gətirə bilməzsiniz. Qur'an kimi bir mətn hazırlaya bilməzsiniz. Bu baxımdan da ilkin dövrdə, orta əsrlərdə bu filoloji hərəkat başlayanda ərəb aləmində, ərəb xilafətində daha doğrusu, həm ərəblər, həm də qeyri-ərəblər bu məsələyə diqqət yetirmişlər. Onların arasında xüsusilə mən qeyd edərdim Baqilanın ecazla bağlı əsəri, sonra Xattabinin əsərini, ən birincisi də Cürcaninin əsəri. Bunu haqqını vermək lazımdır ki, Cürcani bu mövzuda ilk əsər yazan alimlərdəndir. Sonraki dövrlərdə həmin əsərlərə istinadən müəyyən əsərlər, ecazla bağlı xeyli əsərlər yazılıb. İstər ərəb aləmində, istər ümumi müsəlman aləmində, istərsə də ümumiyyətlə şərqşünaslıq sahəsində. Günümüzdə də bu iş davam etməkdədir. Bizim bu məqalələrimiz, yazmağa çalışdığımız əsərlərin hamısında ecaz məsələsi özünü göstərir. Elə Quranın bəlağəti də məhz onun ecazı əsasında meydana gələn bir şeydir. Onun ecazını açmaq üçündür. Günümüzdə bizdə Azərbaycanda da şərqşünaslar arasında, ərəbşünaslar arasında bu mövzuya toxunan olmuşdur. Mahirə Quliyeva, Mahirə xanım professor. O Quranın bəlağəti və ecazı ilə bir əsər yazmışdı. Sonra hazırda bizdə fakültədə Gönül Məmmədova bu mövzu ilə bağlı xeyli işlər görüb Quranın ecazı ilə bağlı. Davam etməkdədir. Yəni, gənc nəsil də bu mövzuya müraciət edir. Məsələ ondadır ki, bütün bu işlər nə qədər ecazdan yazılsa da bitmək bilmir. Bitmək bilmir çünki həm texnoloji inkişaf, həm bəşər mədəniyyətinin özünün ayrı-ayrı sahələrdə, elmin müxtəlif sahələrində inkişaf etməsi bu mövzunu daim gündəmdə saxlayır. Allah Teala amma Quran-ı Kərimdə özü buyurur ki, Estaizu billah, Bismillahirrahmanirrahim, deyir ki, Qul ləin iştəmətil insu vəl cinnu alə ən yatu bimisli həzəl Qur'ani lə yatuna bimisli və ləv kənə ba'duhum li ba'din zahira.
Deyir ki, əgər bütün insanlar və cinlər bir yerə toplaşıb bu Qurana uyğun bir şey gətirməyə çalışsalar, gətirə bilməzlər. Hətta onlar bir-birinə yardımcı olsalar belə. Yəni Quran bu baxımdan möcüzəvi bir kitabdır. Onun ecaz xüsusiyyətləri bitmək bilmir. Siz özünüz də mətbuatı izləyirsiniz, internet materiallarından da görürsünüz ki, hər ay yeni bir məsələ meydana çıxır Quranla bağlı. İstər ərəb aləmində, istər ümumi müsəlman aləmində, istər də Avropa şərqşünaslığında və ya texnoloji bu avadanlıqlar, dəqiq sahədə mövcud olan avadanlıqlardan istifadə etməklə sən Quranın rəqəmsal ecazı, Quranın hərf ecazı və məna ilə bağlı müəyyən ecaz məsələləri təhlil olunur. Bu bitən deyil, bitməyəcək yəqin də. Bu ecaz nümunələrindən zəhmət olmasa bir ikisini məlumat verəriz bu haqda. Məsələn, deyək ki, bugün ərəb dilində mövcud olan bu sıralanma, ərəb dilinin qrammatik qaydaları daxilində bir xeyli qaydalar yazılıb, bunun əsasında ərəb dili təhlil olunur, düzdür. Bu məsələ orta əsrlərdə hələ başlamışdı, Quranın nüzulundan sonra. Onlar məhz o ecaz xüsusiyyətlərini gördüklərinə görə başladılar. Hətta Peyğəmbər əleyhissalamın öz dövründə söz sənəti sahəsində çox böyük mərtəbəyə qalxmış ərəblər Quranın nüzulu ilə sanki göydən bir şimşək çaxmış kimi onlar pərəmpərən oldular. Yəni bu məna xüsusiyyətlərinin qarşısında onlar aciz qaldılar. Hətta deyilənə görə Suyutinin, məşhur Misir alimi Suyutinin əsərlərin birində Quranı dinləyərək onun ecazından ölmüş şəxslərin siyahısı var. Yəni Quran o dərəcədə məna baxımından, ecaz baxımından güclü təsir göstərirdi ki, qüvvətli təsir göstərirdi ki, qarşı tərəf onun məna çalarlarını dərk etməkdən aciz qalırdı. Məsələn, Muğira adlı bir məşhur bəlağat sahibi Peyğəmbər əleyhissalamın yanına gəlib ondan soruşur ki, deyirsiniz ki, Quran Allah kəlamıdır. Hələ bir oxu görək nədir ondan? Peyğəmbər əleyhissalam deyir ki, ona 13 ayə oxudu. Onlardan yalnız 3-ünü başa düşdü. Halbuki bu şəxsiyyət İslamdan öncə ərəblər arasında ən yüksək səviyyəli bəlağat sahibi sayılır. O odur ki, bu məna çalarları qarşısında o aciz qalır. Məsələn, sizə deyim, baxın, Quran nə gətirdi? Bu ecaz xüsusiyyətlər. İslama qədər ki, həmin dövrdə, bilirsiniz, o müəllaqat deyilən poeziya nümunələri olub ərəblərdə. Onlar ildə bir dəfə o müəyyən alimlərin toplanması ilə nəzərdən keçirilib komissiyadan və ən yaxşıları seçilib Kəbənin divarlarından asılırdı. Və belə bir dövrdə, belə şəxsiyyətlərin, belə söz sahiblərinin mövcud olduğu bir dövrdə Quran elə konstruksiyalar gətirdi ki, elə dil xüsusiyyətləri gətirdi ki, onlar aciz qaldı. Məsələn, deyək ki, Bismillahirrahmanirrahim. Heç vaxt olmamışdı belə bir ifadə. Yəni, bir sözün bir neçə təyindən ibarət, hətta eyni kökdən ibarət təyinləri mövcud olmamışdı. Həm Bismillah, Ar-Rahman, Ar-Rahim. Rahman, Rahim eyni kökdən ibarət. Amma görürsünüz ki, 2 dənə təyini var. Məsələn, Fatihə surəsinin özündə çoxlu sayda belə məqamlar mövcud. Deyək ki, məsələn, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil aləm, Ar-Rahmanirrahim, fikir verin, Ar-Rahmanirrahim, Maliki yevmiddin, İyyâke na'budu və İyyâke nestaîn, İyyâke na'budu. Yəni, bu konstruksiya təzədir. Məhz sənə ibadət edirik, səndən kömək edirik. Onu başqa formada ərəb dilində demək olar. Sən na'buduka və nestaînuka demək olar. Amma Quran bunu görün başqa formada, bu ecaz xüsusiyyəti İyyâke na'budu və İyyâke nestaîn. Bəqara surəsində 1-ci səhifəsi 6-dan 16-ya qədər ayələrə etibarlı. Burada 23-ə qədər yeni bir konstruksiya var, daha doğrusu yeni bir yanaşma var. Şimdi məsələn, deyək ki, onlardan bir neçəsini mən sizə oxuya bilərəm burada. Onlar ərəb dilçiliyi baxımından çox yenidir. Məsələn, Savaun aleyhimə anzartahum am lam tunzirhum la yu'minun.
bunun içində həm bu Quran ayəsində zahiri məna ilə yanaşı böyük məna çalarları var, batini mənalar var. Bunlar ərəblər üçün yeni idi, ecaz xüsusiyyətləri idi. Məsələn deyir ki, وَلَهُمْ عَذَابٌ عَظِيمٌ وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا وَمَا هُمْ بِمُؤْمِنِينَ وَمَا يَخْدَعُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ. Bunlar hamısı, yəni bu ecaz xüsusiyyətləri deyəndə biz bir şeyi də nəzərə almalıyıq ki, bunu biz ərəbcə bilərək onu araşdırmalıyıq. Ərəbcədən onu izah eləməliyik ki, çünki ərəb dilini bilmədən Azərbaycan dilində Quranı oxuyarkən onun ecaz xüsusiyyətlərini biz tuta bilmərik. Onun ecaz xüsusiyyətləri tuta bilərik. Məsələn, kainatın yaradılması ilə bağlı, məlumatlarla bağlı, rəqəmlərlə bağlı və s. Amma filoloji baxımdan, dil baxımından onun ecaz xüsusiyyətlərini biz tuta bilmirik. Çünki axı ərəbcənin özünün gərək biz qaydalarını bilək ki, sonra da o qaydalarının fövqündə dayanan Quran ayələrinin ecaz xüsusiyyətlərini ortaya qoya bilər. Bu baxımdan Quran elə əvvəldən sona qədər ecaz xüsusiyyətləri ilə doludur. O həm mənanı ehtiva eləyir, həm onun rəqəm xüsusiyyətlərini ehtiva eləyir, həm belə deyək, qiraətini ehtiva eləyir və s. Bütün dil xüsusiyyətlərini ehtiva etməkdədir. Müqəttəyə hərfləri ilə bağlı da bir çox fikirlər mövcuddur. Nəhv və bəlağət alimləri bu haqda hansı fikirdədirlər? Bu maraqlı suallardan biridir. Demək olar ki, bu mövzu Quranın nüzulundan bəri daim araşdırılmaqdadır. Qəti bir fikir ortaya qoymaq mümkün deyil hələ də. Mən bayağı dedim ki, texnoloji inkişafla bağlı Quranın bir çox mövzuları açılmaqdadır. Onun sirləri açılmaqda. O cümlədən ora mən daxil edərdim özüm. Məsələn, əgər mənim rəyim sorulsa, deyərdim ki, müqəttə hərflərdə o mövzulardan biri. Müqəttə hərflərin maraqlı cəhəti odur ki, o hərflər ərəb əlifbasının 28 hərfindən 14-ünə ehtiva edir. Tam yarısını. Və 29 surənin əvvəlində var. Bəziləri, məsələn, Yasin surəsində Əstəizu billah, Bismillahirrahmanirrahim, Yasin vəl-Qur'anil həkim, innəkə ləminəl mursəl. Orada deyirlər ki, Yasin sözü Peyğəmbər əleyhissalama müraciətdir. Ya Seyyid, məsələn. Çünki sonra gələn məna onu bildirir ki, həqiqətən də and olsun hikməti Qurana ki, sən göndərilmişlərdən, Peyğəmbərlərdən. Amma digər o müqəttə hərflər barəsində məhz onun mənası nədən ibarətdir? Bu barədə az məlumat var. Lakin, məsələn, əliflə mim olan yerlərdə əlif həmin surələrin ilk hissəsinin məhz yaradılışla bağlı olduğu, sonraki onun orta hissəsinin bugünkü yaşayışla, son hissəsinin isə axirətlə bağlı olması barəsində məlumatlar var. Lakin bu hərflərin dəqiq şəkildə nəyi ehtiva etməsi barəsində bir məlumat yoxdur. Çünki Peyğəmbər əleyhissalamdan bu barədə bir hədis gəlib çatmıyor. Və sahabə də bu mövzunu araşdırmağa çox da həvəs göstərməyib. Çünki Peyğəmbər əleyhissalamın demədiyi bir sözü deyəcəklərindən çəkinmişlər. Amma son vaxtlar yenə təkrar edirəm ki, müəyyən irəliləyişlər var bu sahədə. Ərəb alimləri və bu Avropa şərqşünasları bu məsələ ilə bağlı müəyyən fikirlər irəli sürürlər. Quran ərəbcəsi ilə müasir ərəbcə arasında hansı fərqlər var? Məsələn, bugünün savadlı bir ərəbi Quranın zahirini başa düşə bilərmi? Quran Allah kəlamı. Allah kəlamı olduğu üçün insan kəlamının fövqündədir. Yəni, həm istər onun qiraəti baxımından, həm istər zahiri mənalar, həm də batini mənalar baxımından. Bura təkrarsızdır, təkrar oluna bilməz. Bu baxımdan ərəb dilinin həm klassik dövrünün, həm cahiliyyət dövrünün, İslama qədərki ərəb dilinin, həm sonraki, İslamdan sonraki dövrü, həm də müasir dövrünü əgər biz müqayisə etsək Quranla, görərik ki, bu hər bir mərhələdə bu və ya digər şəkildə Quran həmin dillərin üzərindədir. Yəni, Quranın dilinin müasir ərəb dilindən fərqli cəhəti onun
batini məna, yəni daxili məna kəsb etməsindədir. Məsələn, Həzrət Əlinin bir kəlamı vardır ki, fi kulli ayətin sab'atu butunin və fi kulliha sab'atu aftun. Hər bir ayədə 7 batini məna var və hər 7-nin özündə də 7 batini məna var. Yəni indi bu 7-nin də şərq klassik ədəbiyyatında çoxluğa, sonsuzluğa dəlalət etdiyini biz nəzərə alsaq, görərik ki, Quran ayələrinin mənaları bitmək bilmir. Yəni bu baxımdan məna içində məna ehtiva etdiyi üçün və belə deyək ki, ən incə çalarlara qədər geniş məfhumları bildirdiyi üçün ərəb dilindən fərqlidir. Bugünkü ərəb, əgər ərəb dilinin qrammatik qaydalarını bilirsə, savadlı ərəblisə, o təbii ki, Quranın zahiri mənalarını başa düşür, anlayır. Lakin onun batini mənalarını anlamaq üçün müəyyən təhsil almaq lazımdır. Bu işdə təfsirlərə müraciət etmək lazımdır. Klassik ərəb dilini öyrənmək lazımdır. Ərəb İslama qədərki dövrünü öyrənmək lazımdır, tarixini və İslamın meydana çıxması vaxtı ərəb aləminin, özünün, cəmiyyətinin halını müəyyənləşdirmək lazımdır. Bilirik ki, ədəbiyyatdan nəzm və nəsr üslubları mövcuddur. Quran-ı Kərim nəzmli, səcli, qafiyəli nəsrdir, yoxsa bunlardan tamamilə fərqlənir? Quranın dili nə qədər fərdidirsə, nə qədər müstəqildirsə, nə qədər insan kəlamının fövqündədirsə, onun strukturu da, onun konstruksiyaları da, ifadə tərzi də o qədər fərqlidir. Düzdür, İslama qədərki dövrdə də həm qeyd etdiyimiz ki, ərəb cəmiyyətində poeziya çox inkişaf etmişdir. Yəni onlar az sözlə geniş məna ifadə edə bilmək imkanında idilər. Yəni bəlağət sahəsində, fəsahat sahəsində xeyli irəli getmişdilər. Lakin Qurana gəldikdə, Quran bu işi insanların düşünə biləcəyi səviyyədən çox yüksəyə qaldırdı. Və buna görə də bu məsələdə də Quran özünə məxsus xüsusiyyət daşıyır. Baxın, nəsrin öz qaydaları var, nəzmin öz qaydaları var. Doğrudur. Amma Quran təhlil olunarkən orada həm nəzmə uyğun, həm nəsrə uyğun, həm də ərəb ədəbiyyatı üçün, ərəb dili üçün çox yayılan bir forma olan səcin xüsusiyyətlərini ehtiva edir. Yəni Quran həm nəsrin, həm nəzmin, həm də səcin xüsusiyyətlərini ehtiva edir. Lakin bütövlükdə bunlardan heç biri deyil. Yəni bütövlükdə Quran nə nəsrdir, nə nəzmdir, nə də səcdir. Bu baxımdan xeyli alimlər tədqiqatlar aparmışlar. Məşhur ərəb, Misir ədəbiyyatçısı və İslamşünası Taha Hüseynin çox belə məntiqi bir kəlamı vardır ki, İnnəl Qur'anə leysə nəsrən və la leysə nəzmən. İnnəhu huvəl Qur'an. Bir Qur'an nə nəsrdir, nə nəzm. O Qur'andır, özünə məxsus bir üslubu olan, bir ifadə tərzi olan Qur'andır. Nə ilə bağlıdır? Qur'anda cəmi bir 3-5 ayədə poetik nümunəyə uyğun, yəni nəzmə uyğun ayələr var. Nəsr xüsusiyyəti daşıyır, belə baxanda. Amma bütövlükdə nəsr də deyil. Səclə bağlı bir çox əlamətlər mövcuddur. Amma bütövlükdə səcci də ehtiva edir. Çünki fikir verin, məsələn, səcdə, ərəb səccində hər bir cümlənin sonu eyni bir vəznə tabidir. Amma Quran ayələri elə deyil. Bəzən Quran ayələri bütövlükdə bir səhifəni ehtiva edir. Bir neçə cümlədən ibarətdir. Lakin burada səcin xüsusiyyəti yalnız sonuncuya aid. Bəzən əvvəldə Quran ayəsi bir səcin bir forması ilə başlayır. Yəni hər hansı bir vəznə uyğun olur sonluğu. Lakin getdikcə ortada bu həmin o forma dəyişilərək başqa şəkil alır. Buna baxmayaraq sonda yenə də həmin vəznə, həmin sonluğa qayıdılır. Quranın bugünkü nəzm, nəsr və səcdən fərqli xüsusiyyətləri bundan ibarət. Yəni Quran bunların heç birinə tam şəkildə uyğun deyil. Necə ki Quran bir kitab kimi struktur baxımından heç bir kitaba tabe deyil, yəni heç bir qrammatik qaydaya tabe deyil.
bir tərtibata tabidir. Özünün müstəqil forması var. O məhz Qurana aiddir. Eləcə də bu xüsusiyyətlər də eyni şəkildə Qurana aiddir. Yəni Quran fərqlidir bu baxımdan. İnsan yaradıcılığının, insan qaydalarının, insan qoyduğu konstruksiyaların fövqündədir. Bəs daha çox səcin hansı növündən istifadə olunubdur Quranda? Məsələn, deyək ki, əsasən Quranda səcin xüsusiyyətləri bildirir ayənin sonunda n hərfinin işlədilməsi. Uzunluqlardan sonra gələn in və ya un bu forma ilə bağlıdır. Lakin zaman-zaman bunlar dəyişə bilir. Məsələn, im ola bilir, ola bilir. Əsasən bu sonluqlarla bitir Quranın. Səc qaydaları buna tabidir. Bununla bağlı bir məsələyə də mən diqqət çəkmək istəyirəm ki, bax, həmin o mövzu ki var, Quranın şeir olması, nəsr olması, səcə uyğun olması, bununla bağlı bir çox araşdırmalar aparılıb və ərəb alimləri də Avropada xüsusilə təhsil almış ərəb filoloqları da belə bir ideya irəli sürmüşlər ki, Quranın biz formasını, bədii formasını surə yaradıcılığı adlandırır. Yəni nəzm, nə nəsr, nə səc, surə yaradıcılığı. Ayrıca bir Qurana yanaşma tərzi surə yaradıcılığı ilə olmalıdır. Bəs Qurandakı məcaz sistemi və bəlağət göstəriciləri klassik ədəbiyyata, xüsusən də ərəb şeirinə hansı təsirlər qoydu? Doğrudur. İslama qədərki dövrdə, cahiliyyət dövrü adlanan dövrdə, bayaq qeyd etdiyimiz kimi müəlləqat yaradıcılığında məcaz və bəlağət sistemi çox geniş yayılmışdı. Yəni onlar yüksək səviyyədə onlardan istifadə edirdilər həmin dövrün şairləri və öz yaradıcılıqlarında bunları nümayiş etdirirdilər. Lakin Quran tamamilə başqa süjetlər, başqa mövzular, başqa səhnələr meydana gətirdi. Quran həm ərəb poeziyasına, ərəb bədii fikrinə, həm də ümumilikdə İslam mədəniyyətinə geniş mövzular verdi. Quranın özü onu deyib ki, yeri gəlmişkən Quranın 1/5 məsəllərdən ibarətdir. Bu məsələlər təşbehlər, istiarələr və sair bədii yaradıcılıq formaları ilə nümayiş etdirilir Quranda, göstərilir və onlar sonraki dövrün mövcud olan o bədii sisteminə xeyli dərəcədə geniş mövzular verdi. Deyək ki, məsələn, Yusif Peyğəmbərin həyatı. Bu sonraki bədii yaradıcılıq üçün, düzdür, Yusif Peyğəmbərin hadisəsi Tövratda da mövcuddur. Amma Quranın ona lakonik şəkildə yanaşması nəticəsində o mövzu məhz Quran baxımından daha sonralar ədəbiyyata daxil olur. Süleyman Peyğəmbərin hadisəsi, Adəm Peyğəmbərin hadisəsi, Peyğəmbərlərin yaşam tərzi ilə bağlı olan qısa məlumatlar sonraki ədəbiyyata çox geniş təsir göstərdi və onun məcaz sistemini də inkişaf etdirdi, onun bəlağətinə də təsir göstərdi. Bu günümüzdə də hələ indidən mövcud. Siz bilirsiniz ki, məsələn, burada elə yeri gəlmişkən deyim ki, məsələn, Füzulinin bu beytində o qəmlər ki, mənim vardır, bəyirin başına qoysan, çıxar kafir cəhənnəmdən, gülər əhli əzabına. Quran-ı Kərimdə bir ayə mövcuddur ki, Allah Teala orada buyurur ki, kafirlərin cəhənnəmdən çıxmaları dəvənin iynə gözündən keçməsi ilə şərtləndirilir. Bir dəvə iynənin gözündən keçməyənə qədər kafirlər də oradan çıxmazlar. Yəni bu mümkünsüz bir haldır da, təbii ki. Amma Füzuli öz yaradıcılığında bunu ora daxil edir ki, o qəmlər ki, mənim vardır, bəyirin başına qoysan, bəyir dəvə deməkdir, böyük dəvə, cüssəli dəvədir ki, o qəmləri əgər dəvənin başına qoysan, çıxar kafir cəhənnəmdən, gülər əhli əzab. Deməli, kafir də cəhənnəmdən çıxar. Bunun nəticəsi nədir yəni? Bu hardan gəlmədi? Qurandakı o qeyri-mümkün şərti Füzuli bədii obrazlarla mümkün hala gətirir. Necə? Deyir ki, mənim olan o dərdlərim, bəlalarım o dəvəni o qədər zəiflədər ki, o qədər nazilər ki, o iynənin gözündən keçir və beləliklə də Allahın qoyduğu o şərt öz həllini tapar. Yəni bu bir deyil, iki deyil. Məsələn, xüsusilə deyək ki, 19-cu əsrdən o tərəfə olan bizim yaradıcılıq nümunəmizdə, Seyid Əzimdə,
Füzulidə, Nəsimidə, bütün bu klassik dövrün şairləri Quran sistemindən, Quranın ifadə sistemindən kifayət qədər yararlanmışlar. Quran ümumilikdə böyük, belə deyək, bənzətmə sistemi yaratdı. Bədii obrazlar sistemi yaratdı. Məsələn, deyək ki, qadının gözəlliyini bir başqa cür təsvir etdi. Ümumiyyətlə, gözəllik məfhumu Quran baxımından tamam başqa cür təsvir olunur. Və ya deyək ki, ərəblərdə bu çox geniş yayılan bir məsəldir. Deyir ki, kimsə öz ərini tərifləmək üçün deyir ki, mənim ərim külü çox olan bir şəxsdir. Külü çox olan. Bir ilk növbədə baxır, külü çox olan şəxs nə deməkdir? Sən demə orada qonaqpərvərlik nəzərdə tut. Bu görürsünüz çox gözəl bir təşbihdir. Amma Quran bunları həddindən artıq yüksək dərəcədə işlədir. Məsələn, deyir ki, siz kafirlərlə dostluq etməyin. Sizin etdiyiniz dostluq hörümçəyin evinə bənzər. Sonra deyir ki, İnnə avhanəl buyutu lə beytul ənkəbut. Doğrudan da ən zəif beyt hörümçəyin evi, ən zəif ev hörümçəyin evidir. Biz belə baxanda deyərik ki, bizə desə, məsələn, mənə şəxsən desələr ki, bir zəif bir evi təsvir et. Mən deyirəm, yəni kağızdan falandan olar da, zəifdir, tez yıxılar. Amma Allahın təşbihine baxın, görün ki, və deyir ki, ən zəif ev məhz hörümçəyin evidir. Deməli, bundan o tərəfi yoxdur. Görürsünüz, nə qədər gözəl şəkildə bu ifadə vasitələrindən istifadə etməklə bədii obrazlar yaradır. Bu çoxdur. Yəni, Quran belə obrazları çox gətirir. Belə təşbihləri aradan çox istifadə. Məsələn, deyək ki, Zəkəriyya Peyğəmbərlə bağlı, onun o övladı olması ilə bağlı ona müjdə veriləndə, o öz yaşının çox olmasını və saçının artıq ağarmasını bildirmək üçün istiyarədən istifadə edir ki, وَاِشْتَعَلَ الرَّاسُ شَيْبًا saçlarım ağlıq baxımından parıltı verir. Yəni, mən bundan sonra övlad gətirə biləcəmmi dünyada? Məndən övlad törəcəmmi? Görürsünüz, yəni bunlar İslama qədər ki, bədii nümunələrin fövqündədir. Sonra da təbii ki, ərəb ədibləri, həm də sonraki ümumi müsəlman xalqlarına mənsub alimlər də, yazıçılar da, şairlər də bunlardan boluca istifadə etmişlər. Mən üçün maraqlı olan sənət növlərindən biri təlmihdir. Məsələn, Quranda hansı təlmihdən istifadə olunur və yaxud da biz klassik ədəbiyyatda ondan istifadə edirik? İlk dövrdə Adəm Peyğəmbərin yaradılışından başlayıb onun cənnətdən çıxarılması məsələsi. Sonra Nuh Peyğəmbərin hadisəsi, kainatı su basması, yeryüzünü su basması məsələsi. Sonra İbrahim Peyğəmbərin öz övladını İsmail Peyğəmbəri anası ilə Hacərlə birlikdə gətirib Məkkənin ərazisində qoyması, ona qədər onun özünün Nəmrud tərəfindən oda atılması məsələsi, sonra İsmail Peyğəmbərin qurban kəsilməsi məsələsi və s. Əyyub Peyğəmbərin xəstələnməsi məsələsi, Yunus Peyğəmbərin balığın qarnında müəyyən müddət qalması, Yusuf Peyğəmbərin quyuya atılması məsələsi, ondan sonra çıxıb Misirdə əziz olması, bütün Peyğəmbərlərin bu və ya digər dərəcədə bu hadisələri Quranda yer alıb. Buna Qasasül Quran edirlər. Quran qissələri. Allah Teala buyurur ki, İnnə nəhnu nəqussu aleykə əhsənəl qasas. Biz sənə ən gözəl qissələri rəvayət edirik. Yəni, ən doğrusu odur da, belə deyək də, məsələn, bir var, hər hansı bir tarixçinin əsərlərində oxuyasan, o da kiməsə istinad edib, bu və ya digər şey, orada mövzu tərif oluna bilər, itə bilər və s. Amma Quran deyir ki, mən ən gözəl qissələri sizə rəvayət edirəm və ondan o yanası yoxdur. Yəni, biz onlara inanırıq, onların məhz həyatda baş verdiyini qəti şəkildə biz qəbul edirik. Quran-ı Kərim elə bir dövrdə nazil olurdu ki, Ərəbistan yarımadasını cahiliyyə şeirləri bürümüşdü, geniş vüsət almışdı. Bəs bu əzəmətdə olan şeirlərin müəlliflərini, Quranın hansı möcüzə və ayələri heyrətdə buraxmışdı? Demək olar ki, ilk Quran ayəsinin nüzulundan başlayaraq sonuna qədər bəzi şairlər cahiliyyət dövründə Quranın bu yüksək keyfiyyətini, bu yüksək ifadə tərzini nəzərə alaraq onun Allah kəlamı olmasını qəbul edib İslama daxil oldular.
onlara muxadramun şairlərdir. Yəni həm cahiliyyət dövründə yaşayıb, həm İslam dövründə. Bəziləri isə təkəbbürlü gedərək sona qədər öz fikirlərində qaldılar. Qur'anın qeyri-adi ifadə tərzinin olmasına baxmayaraq, Qur'anı Allah kəlamı kimi, Peyğəmbər əleyhissalamı da Allahın elçisi kimi qəbul etmədi. O şairlər kafir kimi dünyadan getdilər. İslam düşüncəsinə görə kafir kimi düşündülər. Amma Qur'anın ayələri demək olar ki, elə bir ayəsi yoxdur ki, orada ecaz xüsusiyyəti olmasın. Bayaq artıq qeyd etdik ki, məsələn, Muğirənin Qur'anın 13 ayəsindən yalnız 3-ünü başa düşdü. O 10'unu başa düşmədi, dərk etmədi. Bu o demək deyildi ki, Muğirənin ərəb dilində, ərəb ifadə tərzində bacarığı yox idi. Əksinə, o ən bəlağətli şəxsiyyətlərdən biridir və o bəlağət sahibi olduğuna görə məhz Qur'anın onların bəlağətini üstələdiyinin şahidi oldu. Və belə hallarda da tarixdə çox mövcuddur ki, onlar öz aralarında söhbət edərək bu Qur'anın bizim sözlərdən olmadığını onlar təkid edirlər. Lakin onların təkəbbürü yol vermir ki, İslamı qəbul etsinlər. Demək olar ki, burada istisnasız bütün Quran ayələri onlara təsir göstərmişdir. Yəni orada yeni konstruksiyalar, yeni ifadə vasitələri, yeni bədii obrazlar sistemi yaradılırdı və onlar bunun qarşısında aciz qalırdılar. Çünki Peyğəmbər əleyhissalamın yazıb oxuya bilmədiyi bir şəxs olduğunu bilirdilər. Onun bu qədər məlumatları hardan gətirdiyi onlar üçün çox maraqlı idi. Və bilirdilər ki, bunun yanında bir qeyri-adi, yəni fövqəladə bir qüvvə var. Statistik göstəricilərə əsasən dünyada illər keçdikcə hafizlik daha da inkişaf eləyir. Hafizliyin xüsusiyyətləri əsas nədən ibarətdir? Hafiz olan şəxs mütləq ərəbcə bilməlidir. Bu mövzu özü də Qur'an-ı Kərimin ecaz xüsusiyyətlərindən birini etibar edir. Yəni Qur'anın ərəb dilində, klassik ərəb dilində nazil olması, onun məna içində məna kəsb etməsi və digər filoloji, dil və ədəbiyyat baxımından yüksək keyfiyyətləri etibar etməsinə baxmayaraq, Qur'an həm ərəblər tərəfindən, həm də qeyri-ərəblər tərəfindən bugün çox böyük uğurla əzbərlənir. Məsələn, ərəb mədrəsələrində, sonra onların institut və universitetlərində bunun üçün xüsusi kurslar da mövcuddur. Uşaqlar, gənclər orada Qur'anı əzbərləyirlər. Bunun xüsusi usulları var ki, o ustadlar onlara öyrədirlər, onlar əzbərləyirlər. Yəni Qur'anın ecazı burada ondan ibarətdir ki, əksər qeyri-ərəblər Qur'anı daha çox əzbərləyirlər, nəinki ərəblər. İndi baxsaq, əgər Qur'anın zahiri görünüşünə, Qur'an görər ki, fiziki baxımdan 600 səhifədən biraz artıq səhifəni ehtiva edir. Bu qədər materialın yadda qalması necə maraqlıdır? Görürsünüz ki, yəni bunun özündə ilahi bir qüdrət var ki, insanlar cinsindən, sonra milliyyətindən, dini görüşlərindən asılı olmayaraq Qur'anı əzbərləyirlər. Ölkəmizdə də bunun üçün məsələn Qur'an əzbər bilənlər var. Amma ərəb xalqı arasında Qur'anı əzbər bilənlərin sayı həddindən artıq çoxdur. Bu, Qur'anın qeyri-adi ilahi mahiyyət daşıması ilə bağlıdır. İndi öz aramızda biz bir 5 səhifə, 6 səhifə, 10 səhifə şeiri yadda saxlamaqda çətinlik çəkirik. Doğrudurmu? Amma 600 səhifədən çox olan Qur'an mətnini özü də ərəb dilində, ərəb dilini bilmədən biz yadda saxlayırıq. Bunu necə izah etmək olar? Bu Qur'anın ecazı deyilmi? Bu Qur'anın fövqəladə bir kitab olduğunu sübut etmirmi? Şərqşünasların Quran araşdırılmasına cəlb edilməsi haqqında rəyinizi almaq istəyərdik. Bu araşdırmalar şərqşünaslıq nöqteyi nəzərindən daha çox hansı məsələlərə diqqət edilməlidir? Harda boşluqları daha çox görürsünüz? Yaxşı sualdır, xanım. Artıq bu mövzudan biz danışırıq, məlum olur ki, ərəb dili mərhələ baxımından bir neçə dövrü əhatə edir. İslama qədər ki, sonra Qur'an dövrü, sonraki müasir dövrü etibar edir. İndi bugün həm bizim ölkəmizdə, həm digər ölkələrdə, qeyri-ərəb ölkələrində müasir ərəb dili tədris olunur.
Bu da bizə imkan verir ki, gələcək nəslin ərəbcə danışmasını, tərcümə etməsini təmin edək. Lakin Quranın dilini öyrənmək üçün bir qədər xüsusi çalışmaq lazımdır. Yəni, klassik ərəb dilinin bu və ya digər qaydaları çərçivəsində müəyyən tədqiqatlar aparmaq lazımdır, çalışmaq lazımdır və ondan sonra Quran mətninə nüfuz etmək olar, Quran mətninə nəzər salmaq olar. Quranın mətnini təhlil etmək üçün mütləq ərəb ənənəvi qrammatikasının qaydalarını bilmək lazımdır. Ki, bu da çox ciddi məsələdir. Adi danışıq dilindən çox fərqli olan məqamları özündə ehtiva eləyir. Bunun üçün bizdə, ölkəmizdə şərait var. Şərait var. Yeni nəsildə bu və ya digər dərəcədə bu mövzulara da diqqət yetirirlər, maraqlanırlar mövzu. Şəxsən mənim rəyimcə belə düşünürəm ki, Quranda kifayət qədər mövzular mövcuddur ki, onun bugün Azərbaycan şərqşünasları tərəfindən, ərəbşünasları tərəfindən təhlil edilməyə ehtiyacı var. İnternet saytlarında görürəm ki, bugün yeni bir Quran tərcüməsi çıxıb. Məsələn, bir aydan sonra bir yenisi çıxıb. Bu işlər çox yaxşıdır əslində. Yəni, Quranın müxtəlif tərcümələrinin çıxması bir tərəfdən yaxşıdır. Amma bundansa mən belə tövsiyə edərdim ki, yəni indi bu mövzu ilə bağlı çoxdandır məşğul olan bir. Quranın öz daxilində filoloji mahiyyət daşıyan o qədər mövzular var ki, Quranın qrammatik baxımından, dil baxımından, ədəbiyyatşünaslıq baxımından təhlili çox mövzular var ki, gözləyir ki, bizim gənc nəsil onlara nüfuz etsin, onlara toxunsun, o mövzuları işləsinlər. Nəinki, məsələn, deyək ki, Quranın tərcüməsinə üstünlük versin. Artıq tərcümələr mövcuddur və bu davam edəcək. Təbii ki, tərcümələrin genişlənməsi, məna baxımından bir-birinə bu və ya digərcədə fərqlənməsi və sonraki nəslin tərcüməyə nüfuz etməsi texnoloji inkişafın tələblərindəndir. Yəni, Quranın sirlərinin açılmasına bu və ya digər dərəcədə kömək edə biləcək hallardan. Amma biraz özümüzə zəhmət verib çalışmalıyıq ki, Quranın dil və ədəbiyyat baxımından filoloji təhlilinə üstünlük verək. O mövzulara biz toxunaq. Çünki mövzu çox genişdir. İnanın ki, bu Quranın həm yazı qaydalarından, onun toplanması ilə bağlı, həm də üslubu ilə bağlı tədqiqat apardığım zaman inanın ki, yüzlərlə qarşıma mövzular çıxıb ki, o mövzular bugün Azərbaycan üçün çox aktualdır, onları işləmək lazım. Və inanıram ki, gələcəkdə bizim şərqşünaslarımız, ərəbşünaslarımız bu məsələlərə diqqət yetiriləcəklər və tədqiqat mövzuları arasında, yəni çox təkrarlanan, dəfələrlə artıq belə deyək, diqqət yetirilən mövzulara yox, bugün gündəmdə olan Quranın dil və üslub baxımından və ifadə tərzi baxımından mövzulara üstünlük verəcəklər və o mövzuların işlənməsinə çalışacaqlar. Sonda Amin İctimai Birliyinin fəaliyyəti ilə bağlı fikirlərimi də bildirmək istəyirəm ki, oradan da sizin bu İctimai Birlik çox xeyirxah işlərlə məşğuldur. Azərbaycanın klassik dövrün, ədəbiyyatının, belə deyək, bəzən yaddan çıxmış məsələlərinin işıqlandırılması ilə bağlı müxtəlif alimlərin burada cəlb olunması, ictimai elm xadimlərinin dəvət olunması ilə bu məsələlərə işıq salırsınız. Mən bunu çox təqdir edirəm və sizin bu işinizdə Azərbaycan elminə, Azərbaycan filologiyasına, Azərbaycan mədəniyyətinə daha da dərindən, daha da belə deyək, lazımınca xidmət göstərməyinizdə Allahdan sizə uğurlar arzulayıram. Çıxışınız üçün təşəkkür edirik. Sağ olun, xanım. Sağ olun, təşəkkür ederim.